4. Jenny aşağıda telefonla danışır. Bazar ertəsi axşam Redcliffe'in yataqxanasına getdim. Mən Brexit Hall'a girən kimi hələ ağzımı açmağa macal tapmamış, kommutatorda oturan qız Jenny'nin yerini söylədi. Yəqin bu qız Grimson oxuyurdu və mənim kim olduğumu özüm demədən də bilirdi. Belə hallarla çox rastlaşmışam. Amma ən başıcası o idi ki, Jenny mənimlə görüşdüyünü gizlətmirdi. Təşəkkür edirəm, burada gözləyərəm, deyə cavab verdi. Cornell'lə oyunda çox pis hadisə baş verib. Grimson yazmışdı ki, orada 4 oyunçu birdən sizə hücum çəkib. Hə, və buna görə mənim özümü cəzalandırdılar. 5 dəqiqə. Elədi. Dostla azarkeş arasında başlıca fərq ondan ibarətdir ki, sonuncu ilə söhbət çox qısa olur. Jenny danışıb qutarmayıb, qız kommutatorun lampalarına baxdı. Hələ yox. Maraqlıdır. Yataqxanaya gələcəyimi bilə-bilə mənimlə qiymətli görüş vaxtını Jenny kimə sərf eləyir. Bəlkə ayaq üstə güclə duran hansısa musiqiçi oğlana bilirdim ki, Martin Davidson adlı birisi Adams House'un sonuncu kurs tələbəsi və Bach cəmiyyətində orkestrin dirijoru Jenny'nin diqqətini cəlb eləmək üçün hər şeyə hazırdı. Adams House Harvard'ın təhsil müəssisələri kompleksinə daxil olan kolleclərdən biri. Fiziki mənada yox. İnanmıram ki, bu ölüvayın dirijor çubuğundan başqa əlini alıb yellətməyə nəyisə olsun. İstənilən halda mənim görüş vaxtıma bu həyasız təcavüzün qarşısını almaq lazım idi. Telefon kabinəsi hardadır? Aşağıda enən kimi görəcəksiniz, deyə kommutatorçu qız istiqaməti nişan verdi. Mən pilləkanla zala indim. Uzaqdan telefon kabinəsində Jenny'ni gördüm. O kabinənin qapılarının ikisini də açıq qoymuşdu. Yavaş-yavaş, saymaz yana yaxınlaşdım. Güman edirdim ki, bu tərəfə baxan kimi üzümdəki sarğını, ümumiyyətlə döyüş yaralarımı görəcək, dəstəyi tullayıb qollarımın arasına atılacaq. Biraz da yaxına gələndə qulağıma Jenny'nin səsi dəydi. Hə, əlbəttə, tamamilə. Oh, mən də fil. Mən də səni sevirəm, fil. Yerimdə quruyub qaldım. Kimə deyir bu sözləri? Davidsona demədiyi bəllidir. Onun adının nə əvvəlində, nə ortasında, nə axırında fil hissəciyi yoxdur. Tam adına isə çoxdan universitetin qeydiyyat kitabında baxmışam. Martin Eugene Davidson. Riverside Drive 70, New York. Musiqi və İncəsənət Ali Məktəbinin tələbəsi. Şəklini də görmüşəm. İncə, arıq, mənalı sifəti var. Çəksi azı 20 kiloqram məndən az olar. Amma niyə mən bu Davidsondan yapışmışam? Tamamilə aydındır ki, Jennifer Cavelleri işimizi də birdən istifaya göndərib və bizdən üstün saydığı adam kimdisə, indi ona telefonda öpücüklər yollayır. Ürəyim bulanacaq. Cəmi 48 saatlığına qızı tək buraxıb getmişəm. Və bu, fil adlı əclafın birisinə kifayət eləyib ki, onu dartıb öz yatağına salsın. Belə də olmalı idi. Hə, fil, səni sevirəm. Sağ ol. Yalnız indi dəstəyi asandan sonra Jenny məni gördü. Utanıb qızarmadan üzümə güldü və əli ilə hava öpüşü göndərdi. Axı Jenny necə belə ikiyüzlülük eləyə bilirdi? O yüngülcə yaralı yanağımdan öpdü. Ey, gözümə yaxşı dəymirsən. Zədəli adama necə olar, Jen? Bari o bir oğlanın görkəmi səninkindən pisdir mi? Əlbəttə, qat-qat. Mən həmişə üstümə əl qaldıranı daha pis günə salıram. Bunu bacardığım qədər də hisslə deməyə çalışdım ki, Jenny bir növ başa düşsün. Gözdən uzaq, könüldən iraq olduğu müddətdə onu dartıb çarpayısına salan istənilən gədənin baş gözünü dağıdaram.
O mənim pencəyimin qolundan yapışdı və biz qapıya tərəf getdik. Hələlik Jenny. Kommutatorda oturan qız onunla sağollaşdı. Hələlik Sarah Jane, deyə Jenny cavab verdi. Biz bayra çıxıb mənim MG-mə tərəf getdik. MG Morris Garage, Britaniyanın MG firmasının istehsal etdiyi 2 yerli idman avtomobili. Ciyərlərimi soyuq axşam havası ilə doldurub, bacardığım qədər etinasızlıqla soruşdum. De görüm Jenny, nə deyim? Fil kimdir? O qapını açıb maşına əyləşə-əyləşə sakit tərzdə cavab verdi. Mənim atam. Ay inandım ha, belə atalar haqqında az şey bilmirik. Sən atana fil deyirsən, adı belədir. Bəs sən atanı necə çağırırsan? Jenny bir dəfə mənə danışmışdı ki, onu Rhode Island ştatının kiçik Cranston şəhərində çörəkxana saxlayan atası böyüdüb. Jenny hələ çox gənc ikən anası avtomobil qəzasında həlak olub. Bunu mənə niyə indiyədək sürücülük vəsiqəsi almadığını izah eləyəndə söyləmişdi. Onu da əlavə eləmişdi ki, atası bütün mənalarda həqiqətən əla kişidir. Öz sözləridir. Ancaq anasının ölümündən sonra dəhşətli dərəcədə vasvası olub və yeganə qızına maşın sürməyə icazə verməyib. Məktəbdə yuxarı siniflərdə oxuyanda, xüsusilə Providence-də piano dərslərinə getməyə başlayanda, Jenny atasının qoyduğu bu məhdudiyyətə görə çox əziyyət çəkib. Əvəzində avtobusda uzun yol getdiyi müddətdə Prustu başdan ayağa oxuyub qutarıb. Sən atana nə deyirsən? O sualını təkrar etdi. Xəyala daldığımdan Jenny'nin sonuncu sözlərini yaxşı eşitmədim. Kimə? Soruşuram ki, sən öz əcdadınla danışanda hansı termindən istifadə edirsən? Həmişə atamla söhbət eləyəndə dilimin ucunda olan sözü dedim. Köpək oğlu. Üzünə deyirsən? Heç vaxt onun üzünü görməmişəm. Maskada gəzir? Müəyyən mənada hə. Daşdan, sal qayadan gedişinə. Yəqin o səndən fəxr eləyir. Axı sən məşhur idmançısan. Mən Jenny'yə baxdım. Ona hələ çox şey məlum deyildi. Məşhur idmançı o olub, Jenny. Sarmaşıq liqasının çempionatından da məşhur. Mənim idman nailiyyətlərimi Jenny'nin bu dərəcədə yüksək qiymətləndirməsi xoşuma gəldi. Amma çox təəssüf ki, həmin yüksəklikdən enib yerimi atama verməliydim. O, 1928-ci il olimpiyadasında tək adamlıq qayıqda avar çəkib. İlahi! Jenny heyrətə gəldi. Udub? Yox, dedim və atamın finalda finiş xəttinə 6-cı çatdığını xatırlayıb biraz rahatlandım. Araya sükut çöktü. İndi bəlkə Jenny başa düşər ki, 4-cü Oliver Barrett olmağın çəksi təkcə Harvardın həyətindəki daş binanın sahibi ilə qohumluq əlaqələri ilə ölçülmür. Burada əzəllilərin də rolu var. Mən ailəmin idman nailiyyətlərini nəzərdə tuturam. Bəs ona niyə köpək oğlu deyirsən? Neyniyib ki? Məni zorlayıb, deyə qısa cavab verdim. Bağışda, başa düşmədim. Məni zorlayıb, təkrar etdim. Onun gözləri nəlbəki boyda oldu. Bu ki, qanı qana qarışdırmaqdır, məni ailə problemlərinlə yükləməcən. Öz ailə problemlərim kifayət qədərdir. Yaxşı, bunu necə eləyib axı? Jenny soruşdu. O neynir ki, belə deyirsən? Məndən həddindən artıq düzgün olmağı tələb eləyir. Düzgün olmağın nə pisdir? Deyə Jenny sözlərimdə ziddiyyət tapdığına sevindi və rahat nəfəs aldı. Mən ona Barrettlər ailəsinin böyük ənənələrini davam etdirmək üçün proqramlaşdırılmaq istəmədiyimdən danışdım. Məyər o hiss eləmir ki, adımın da nömrələnməsindən necə əzab çəkirəm?
mən hər semestr en sayda uğur əldə eləmək öhdəliyimdən cana doymuşam. Anlayıram. Cenninin səsində sarkazm duyuldu. Sarmaşıq liqasının çempionluq titulu məsələsində sənin birinci olmaqdan necə bezdiyinin canlı şahidiyəm. Məni bezdirən odur ki, atam məndən bütün sahələrdə bundan aşağı nailiyyət gözləmir. Mən həmişə hiss etdiklərimi və heç vaxt heç kimlə bölüşmədiklərimi axır ki dilə gətirdiyimə görə özümü olduqca narahat hiss edirdim. Amma istəyirdim ki, Jenny bunları bilsin, məni daha yaxşı başa düşsün. Mən nəyə nail oluramsa olum, o inanılmaz dərəcədə laqeydliklə qarşılayır. Sanki mən sadəcə borcumu yerinə yetirmişəm. Axı o çox məşğul adamdır. Neçə banka, nə bilim, daha hansısa idarələrə rəhbərlik eləyir. Aman tanrım, Jenny, sən kimin tərəfindəsən? Müharibə gedir, o maraqlandı. Bəli, məhz müharibə gedir, cavab verdim. Axı gülməlidir, Oliver. Belə çıxır ki, mən ona inandıra bilmədim. Və həmin anda ilk dəfə bizim düşüncə tərzlərimizdə fərq olduğundan şübhələndim. Nəyi nəzərdə tuturam? Baxın, Harvard Redcliffe-də 3 il yarımlıq təhsil. Universitet ənənələrinə tam uyğun olaraq hamımızı özündən razı yekəxanalara çevirib, amma mənim atamın daşdan yonulduğu faktı ilə razılaşmaq məsələsinə gələndə Jenny papasının Bombinosuna sonsuz məhəbbəti haqda İtalyan əfsanələrindən ikəlli yapışır və onu heç cür fikrindən döndərmək olmur. Bambino İtalyancadır, uşaq deməkdir. Buna baxmayaraq mən dəmiri isti-isti döymək, elə buradaca Jenny-ni inandırmaq həvəsinə düşdüm. Bu məqsədlə Cornellə oyundan sonra atamla aramızda olan eyham və kinayələrdən ibarət qəribə söhbəti ona danışdım. Sözlərim həqiqətən Jenny-yə təsir etdi. Amma tamam başqa cür. Deməli, sənin o axmaq hokkey oyununa baxmaq üçün durub İtakiyaya gedib, mən ona izah eləməyə çalışdım ki, atam başdan ayağa formadan ibarətdir. Burada məzmun axtarmaq lazım deyil, amma Jenny heç nə eşitmək istəmirdi. Bütün diqqətini yalnız bir şey üzərində cəmləşdirmişdi. Atam nisbətən adi bir idman oyununa görə bu qədər uzun yol qət edib. Qulaq as, Jenny, gəl bu söhbəti unudaq. Şükür Allaha ki, sənin də kompleksin var imiş. Heç olmasa atanla söhbətdən çəkinirsənmiş. Bu onu göstərir ki, ideal deyilsən. Güya sən idealsan? Əlbəttə yox, Preppi. Elə olsaydı səndən görüşməzdim ki. Yenə əvvəlki xasiyyətinə qayıtdı.